Gabrielle Bernard-Chanel 1883-cü ildə Fransada anadan olmuşdu. Anası öldükdən sonra atası Gabrielle və bacısını kilsə nəzdində olan yetim evinə verdi. Burada Gabrielle təhsil aldı, sənət öyrəndi. 18 yaşında kilsədən çıxan Gabrielle Moulin şəhərinə gedib tikişçi kimi çalışdı. Axşamlar isə kafedə şarkı söylüyürdü. Elə Coco ləqəbini də orada aldı. Coco çox istedadlı idi, gözəl şlyapalar tikirdi. Sonra qeyri-adi geyimlər tikməyə başladı. Zəngin məşuqlarının yardımı ilə öz işini qurdu və uğur qazandı. Coco Chanel 1943-cü ildə Fransanı işğal etmiş, faşistlərlə gözəl münasibətdə olduğu üçün vətənini tərk etdi, İsveçdə yaşadı. 1953-cü ildə 70 yaşında Coco Chanel Fransaya döndü. 1971-ci ildə 87 yaşında vəfat etdi.